Salam, hər vaxtınız xeyir olsun. Bugün biz cacənin işləmə məqamlarına nəzər yetirəcəyik. Baxaq görək hansı cümlələrdə nə cür işlənir. İlk növbədə cacə leksi çəkici kimi işlənməsi var. Leksi çəkici kimi bu zərf düzəldən təbii ki, leksi çəkicidir. Almanca, rusca bu dillərdə, yəni dil Almanca, rusca, Azərbaycanca, ingiliscə bu dil versiyalarından biz görəcəyik ki, cacə burada leksi çəkicidir. İkinci baxırıq ədat kimi işlənməsinə. Ədat kimi bir zərflərə, bir də sifətlərə artırıla bilir. Zərflərə yaxşıca, yəni cacədən söhbət gedir də. Yaxşıca, məsələn deyirəm, yaxşıca burada zərf kimi ola bilər, yaxşıca danışır və yaxud da sifət kimi xırdaca meyvələr. Cacə sifətə qoşulur, dərəcə əlamət düzəldir, yəni çoxaltma dərəcəsini düzəldir. Xırdaca meyvələr. Bu da oldu, yəni ədat kimi işlənməsi. Qoşma kimi işlənməsi isə cacəni ilə ilə, qədər, görə, qısacası qoşmanın hər hansı bir məna növü ilə əvəz eləyə biliriksə, bu zaman yəni cacə qoşma kimidir cümlədə. Bir də var modal sözün tərkibində işlənən məncə, səncə, fikrin mənbəyini bildirən modal sözlərin tərkibində olandır. İndi baxaq, görək nə cür işlənir. Bax, biri var deyirəm ki, məncə bilir. Bax, bizə bu versiyada verir. Və biz bilirik ki, modal sözlər cümlədə işlənərsə, cümlənin əvvəlində işləndikdə özündən sonra, ortasında işləndə hər iki tərəfdən, sonda işləndikdə isə özündən əvvəl vergül qoyulur. Yəni, bu modal sözün belə də işlənməsi tələbidir. İndi baxırıq. Bax, burada vergül qoyulmayıb. Əgər vergül qoyulmayıbsa, biz artıq modal söz, yəni variantlardan çıxırıq. Yəni, modal söz deyil burada bütövlükdə. Burada deməli nədir? Burada mən əvəzlikdə artıq cə olacaq nə? Qoşma olacaq. Yəni, mən qədər bilmir. Baxın, qədər nəvz eləyə bildim burada. Deməli, burada nədir? Qoşmadır. Bir də var ki, vergül qoyulur. Artıq vergül qoyulduqda burada nə baş verəcək? Sən qoşmanı yaddan çıxardacaqsan və deyəcəksən ki, burada məncə bilmir. Artıq burada məncə bütövlükdə nədir? Modal sözdür. İndi belə bir şey də var. Vergülü qoymur və sənə yazır ki, yuxarıda durğu işarələri qəsdən buraxılmışdır. Deyirəm, durğu işarələri buraxılıb. Artıq burada deməli, sən bunu həm qoşma kimi düşünəcəksən, həm də ki, modal söz kimi düşünə biləcəksən. İndi isə burada 20 sınaqdan verilmiş, 20 sınağın test topusundan verilmiş nümunəyə baxaq. Cümlələrdən birində cacə nitq hissəsi baxımından fərqlidir. Sayın quruluşda 3 növü var. Sayın quruluşuna görə 3 növü var. Baxın, dəyişə bilirəm. Burada görənin tələbi ilə quruluş sözünü yönlü hal şəkilçisi qəbul, yəni artıra bilirik bu. Yəni artıra bilərik. Feilin mənacı növlərini öyrənmiş. Feilin mənasına görə növlərini öyrənmişik. O boyca məndən uzundur. Yəni o boyuna görə məndən uzundur. Baxın, bu qoşma oldu. Bu da qoşma oldu. Bu da qoşma oldu. İndi baxın, bunu o məncə bilmir. Əgər modal söz olsaydı, bayaqki məqam. Bax, vergül olardı. Burada vergül yoxdur. Deməli, buradakı cə nədir? Artıq qoşma olacaq. Yəni o, bunu o məncə, yəni mən qədər bilmir. Yəni mənim qədər bilmir o. Burada da qoşmadır. İndi baxırıq buradakı məqama. İndicə. İndi söz nədir? Zərf nitq hissəsi olaraq. Bəli. Dedik ki, bayaqları zərfə və sifətlərə qoşulurdu nə? Cacə ədatı. Artıq burada ədat kimi çıxış edir.